saç tökülməyə qarşı dəfnə yarpağı, 10 ədəd, mixək, ramaşka, çoban yastığı, biberiyə, rozmarin, belə. Bunu deməli əvvəlcə dəfnə yarpaqlarını yuvuram, sonra mixəklə bir də qaynadacam bu qaynaya şaqqaşaraqla. Ondan sonra biberiyə ilə ramaşkanı qoyacam içərisinə. Bir də şey əziz dostlar, xahiş edirəm videoları gün ərzində 3-dən artıq bəyənməyin. Spama düşür. Düzdür, mən onu həll edirəm, düzəliş verirəm səhifəyə. Devri dışı falan qoyuram, o da mənə çətinlik yaradır. Sonra saçlarınızı yuyandan sonra istilik həcminə riayət edin. 37-38-dən o tərəfə keçməyin. Mən yay-qış o dərəcədə saçlarımı yuyuram. Özünüz də görürsünüz nə boyda həcmlidir və uzun olur. Və əlinizlə şampunu tökün, əlinizlə həll edin, saç uza vurun. Saç uzun dibində lapa-lapla şampunu qoymayın. Balzamdan uzaq durun, hava fenindən uzaq durun. Bu qarışım həm də bitki kimi içə də bilərsiniz. Mən görürsən çox eləmişəm, xeyirlidir. Suyumuz qaynadı. İndi ramaşka əlavə edəcəm, bir də rozmarin əlavə edəcəm. Qaynayandan sonra altını söndürün, qoy öz dəmi ilə dəmlənsin. Bu öz qızmar suyunla dəmlənəcək. Dəmlənəndən sonra soyuyacaq. Ondan sonra sprey qaba və yaxud da özünüz də içə bilərsiniz. Təbii bitki çayıdır da, yəni. Saçlarınızı da hər gün daraya diblərinə bu sprey qabına əlavə edin. Saç dibinə, uçlarına vurun ki, saçınız tökülməsin.